evdə gördüyü o patronları, o davranış qəliblərini təkrarlamaq meylidir. Ancaq bir yerdən sonra o fərqindəlik yaranandan sonra, xanım başa düşəndən sonra ki, bir bəy, onun həyatında olan bəy, onun anası, atası deyil və onun anası, atasının ona bu cür tutumu, davranışı doğru deyil idi. Əslində sağlam münasibət üçün kontrolə ehtiyac yoxdur. Bir-birinə güvənmək də sağlam sevgidir əslində. Bunu anlayanda, bəli, bu fərqindəlik yarananda artıq insan bir növ ayılmış olur. Və bunu anlayanda, dərk edəndə, bunu əlbəttə birdən-birə dəyişmək mümkün deyil. Çünki bəlli bir yaşa qədər bununla yaşayır. Ancaq bir yerdən sonra üzərində işlədikcə artıq doğru insanlar bizim həyatımıza gəlməyə başlayır. Mən bunu həmişə belə canlandırıram. Deyirəm ki, sanki düşünün ki, biz həyatda daim imtahan veririk müəyyən bir məsələlərdən. İmtahan nə vaxta qədər davam edir? O vaxta qədər ki, bəli, biz oradan yaxşı qiymət alırıq. Nə oldu? Keçdi digər səviyyə, digər məsələlər. Belə-belə bizim inkişafımız gedə bilər ancaq.